Deyilənlərə görə axır vaxtlar tez-tez mübahisəniz düşürmüş. Hətta elə olub ki, rəhmətlik sizi əldə qaldırıb. Niyə? Hər bir adamın evində belə şey olur. Səməd Orucovunu vaxtdan tanıyırsınız. Teatrda işləyən vaxtdan. Onunla münasibətiniz necədir? Bacı qardaş kimi. Ərinizi divardan asılan xəncərlə qətlə yetiriblər. Hansı ki, həmin xəncəri hadisədən 2 gün əvvəl sizin əlinizdə görüblər. Olub belə bir şey. Üzr istəyirəm. Eybi yoxdur. Sualıma cavab vermədiniz. Yuxu görmüşdüm. Pis yuxu idi.